Rus Pravoslav Kilsəsinin Bakı Azərbaycan Yeparxiyasının başçısı Arxiyepiskop Aleksandr Ata Milad bayramı münasibəti ilə təbriklərini çatdırdı. Azərbaycanda bu bayramın yüksək səviyyədə keçirildiyini dedi. Bildirdi ki, bu bayramda sülhə çağırış var. Sülh isə hazırda dünyada olduqca aktualdır. Müasir dünyada ölkəmizin multikulturalizm və tolerantlıq sahəsində bütün dünyaya nümunə olduğunu bildirən Rus Pravoslav Kilsəsinin Bakı Azərbaycan Yeparxiyasının başçısı Azərbaycanda multikulturalizmin dövlət siyasətinin tərkib hissəsi olduğunu vurğuladı. Ölkəmizdə hökm sürən tolerant mühitdən danışdı. Prezident İlham Əliyevin bayram münasibəti ilə Azərbaycanın Pravoslav Xristian icmasına təbrik məktubu ünvanlanmasını yüksək qiymətləndirən Arxiyepiskop Aleksandr Ata diqqətə çatdırdı ki, müxtəlif dinlərə və mədəniyyətlərə mənsub Azərbaycan vətəndaşları ölkənin inkişafı naminə çalışırlar. Biz Azərbaycanda yaşayırıq. Burada dünyəvi və müxtəlif dinlərə aid dini bayramları qeyd edirik. Burada elə bir yaşam tərzi hökm sürür ki, insanlar özlərini çox azad hiss edirlər. Bu, müasir Azərbaycanın çox vacib nailiyyətidir. Buna görə çox şadam. Allaha minnətdaram ki, burada yaşayıram. Həmişə dua edirəm ki, Allah Azərbaycana daim sülh bəxş etsin. Millətlərarası multikulturalizm və dini məsələlər üzrə dövlət müşaviri Kəmal Abdullayev ölkə başçısına Milad bayramı münasibəti ilə Azərbaycanın Pravoslav Xristian icmasına təbrik məktubunu oxudu. Təbrik məktubunda qeyd edilir ki, bugün dünyada nümunəvi tolerantlıq örnəyi, sivilizasiyalar arası və mədəniyyətlər arası dialoq məkanı kimi tanınan Azərbaycanda tarixən fərqli mədəniyyətlərin təmsilçiləri olan ayrı-ayrı xalqlar və etnik icmalar ümumi vətən sevgisi, Azərbaycançılıq məfkurəsi ətrafında sarsılmaz birlik və həmrəylik nümayiş etdiriblər. Bildirilir ki, Azərbaycan cəmiyyətində etnik mədəni müxtəlifliyin qorunub saxlanılması, multikulturalizmin dəstəklənməsi və təşviq edilməsi dövlət siyasətinin başlıca məqsədlərindəndir. Azərbaycan ərazisində ən müxtəlif millətlərin nümayəndəsi əsrlərdən boyu yaşayıb, o cümlədən ruslar, o cümlədən xristian dini etiqadını paylaşan bizim vətəndaşlarımız var və cənab prezident hər dəfə yeni il ərəfəsində onları ürəkdən təbrik eləyir və bu dəfə də öz təbrikini onlara göndərib, çox səmimi bir təbrikdir. Tədbirdə Dədə Qorqud Fondunun rəhbəri, Azərbaycan Dünyası Beynəlxalq Jurnalının baş redaktoru Eldar İsmailov, qurumun Vətən övladı ordenini Rus Pravoslav Kilsəsinin Bakı Azərbaycan Yeparxiyasının başçısına təqdim etdi. Rusiya İnformasiya Mədəniyyət Mərkəzinin rəhbəri Valentin Denisov, mərkəzlə əməkdaşlıqda göstərdiyi fəallığa görə Azərbaycan Dövlət Rus Dram Teatrının direktoru Ədalət Hacıyeva fəxri fərman verdi. Sonra Moskva və bütün Rusiya Patriarxının qərarı ilə Interfax Azərbaycan İnformasiya Agentliyinin baş redaktoru Aleksandr Ivanov Rus Pravoslav Kilsəsinin birinci dərəcəli şöhrət və şərəf medalı ilə təltif olundu.